Salam dövlət dostları, hörmətli namizədlər və bu sizə təqdim etdiyimiz növbəti videodur və videomuz bugün Konstitusiyada qanunverici və icra hakimiyyətinə bağlı olan bir videodur. Əgər siz əvvəlki videolara baxmaq istəyirsə, bunun davamı olaraq, yəni YouTube-da yazsanız qarşısına çıxacaqdır. Konstitusiyanın ilk öncə 123-cü maddəni çəkmişik, daha sonra 23-80 və indi isə 80, belə deyək, 81-ci maddəni qanunverici hakimiyyəti, icra hakimiyyəti daxil olmaqla davam edirik. Başlayalım bir-bir izahlardan gedəcəyik. Qanunverici hakimiyyəti kim həyata keçirilir? Biraz böyüdüm, daha rahat olsun. Azərbaycan Respublikası Milli Məclisi həyata keçirir. Milli Məclis deputatları 125 deputatdan ibarətdir. Milli Məclisin deputatların seçkilərinin əsasları. Milli Məclis seçki majoritar seçki sisteməsində olacaqlar. Yəni əvvəllər bizdə həm proporsional idi, həm majoritar idi. İndi isə majoritar seçki sistemidir. Yəni şəxsin birbaşa özünə səs vermək, çoxluğun səs verməsi kimi başa düşülür. Seçki sistemi oldu majoritar seçki sistemi. Seçki hüququ var. Seçki hüququ var. Və səs vermə var. Ümumi bərabər birbaşa seçki hüququdur. Bildirirəm ki, ümumi bərabər birbaşa seçki hüququ sərbəst gizli şəxsi səs vermək olacaqdır. Bundan ehtiyatlı olun. Bəzən olur ki, imtahanda seçki hüququndan səs verməni bir-birinə qarışdırırlar. Dedim, ümumi bərabər birbaşa seçki hüququ, sərbəst gizli şəxsi səs verməyə yola seçirlər. Milli Məclisin hər çağırışın saat müddəti 5 il, yəni deputatlar 5 il müddətində seçilir və 5 ildən çox uzadılır yoxsa uzadıla bilər? Bax, bu sual düşür ki, uzadıla bilər. Xeyr, uzadılır. Hansı halda uzadılır? Müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclis seçkilərinin keçirilməsi mümkün etmədikdə, Milli Məclisin çağırıcı saat müddəti hərbi əməliyyatdan sonra uzadılır. Düşmüşdü hərbi və fövqəladə vəziyyət zamanı. Xeyr, hərbi vəziyyət zamanı, fövqəladə vəziyyət zamanı olmur. Yəni burada nə göstəribsə, ona diqqət etmək lazımdır. Yəni müharibə şəraitində. Və bu barədə qərar seçkinin referendumun keçirilməsini təmin edən dövlət orqanı müraciəti əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilirdi. Deməli, kim müraciət edəcəkdir? Düşə bilər ya seçkiləri keçirilən orqan və yaxud da referendum keçirilməsini təmin edən dövlət orqanı. Həmin o orqan da Mərkəzi Seçki Komissiyasıdır. Onun müraciəti əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilirdi. Milli Məclisin hər çağırışı seçkilər 5 ildən bir keçirilirdi və 5 ildən bir noyabr ayının birinci bazar günü olurdu. Noyabr ayının biri olmur. Noyabr ayının birinci bazar günü olurdu. Milli Məclisin deputatlarının səlahiyyət müddəti nə ilə məhdudlaşır? Milli Məclisin çağırışın səlahiyyət müddəti məhdudlaşırdı. Və Milli Məclisin deputatlarının çıxanların yeni seçkilər keçilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti o çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin deputatlığa namizədlərə aid tələblər. Seçkilərdə iştirak etmə hüququna malik olan hər bir vətəndaş qanun məmur qaydada Milli Məclis deputatı seçilə bilər. Deməli, deputat neçə yaşdan aşağı olmamalıdır? 18 yaşdan aşağı olmamalı. Yəni, seçkilərdə iştirak etmə hüququ 18 yaşdan sonra yaranır. Kimlər Milli Məclisin deputatı seçilə bilməzlər? İkili vətəndaşlığı olanlar. Baxın, ikili vətəndaşlığı olanlar ola bilməz. Deməli, milliyyəti Azərbaycan olmayan şəxs deputat namizədi ola bilər. Burada vətəndaşlıq yazılıbdır. Başqa dövlət qarşısında öhdəliyi olanlar ola bilməzdir. İcra və məhkəmə sistemində qulluq edənlər. Düşmüşdük qanunverici hakimiyyət. Burada qanunverici yoxdur. Elmi, pedaqoji, yaradıcı fəaliyyəti istisna olmaqla başqa ödəniş fəaliyyətində məşğul olan şəxslər. Deməli, imtahanda düşsək ki, Milli Məclisin deputatı ödənişli fəaliyyətlə məşğul ola bilərmi? Bəli, çünki elmi, pedaqoji, yaradıcı fəaliyyəti ödənişli fəaliyyət gedir. Sonra ondan başqa ödəniş fəaliyyətlə məşğul ola bilməzlər. Din xadimləri ola bilməzlər. Yoldaşlar düşmüşsə dindarlar. Dindar deputat namizədi ola bilər. Din xadimi olmaz. Fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər. Əmək qabiliyyəti yox ha, fəaliyyət qabiliyyəti təsdiq edilmiş şəxslər. Ağır cinayətə görə məhkum olunmuş şəxslər. Düşmüşsə cinayətə görə məhkum olunmuş. Cinayətə görə məhkum olmuş şəxs ola bilər. Ağır cinayətə görə məhkum olmuş şəxs ola bilməz. Və məhkəmənin qanun qoymuş hökmü ilə azadlıqdan məhrum edilən şəxslər deputat seçilə bilməzlər. Və yəni Milli Məclisin deputatına bax gördüyünüz kimi ali savad tələb olunmur. Ali savadı olmayan şəxs deputat namizədi ola bilər. Seçkilərin nəticəli düzgünlüyünü qanun müəyyən qaydada
Kim yoxlayır və təsdiq edir? Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edəcəkdir. Milli Məclis deputatlarının salat müddəti bitməsi nə zaman bitəcəkdir? E, Yeni çağırışın ilk iclas günü bitirdi. Və Milli Məclisin deputatların çıxanları yenə seçkilər. Salat müddətinin bitməsinə 120 gündən az vaxt qala keçirilməyəcək. Yəni 120 gündən yuxarı olmalıdır. İmtahanda variantlarda qoymuşlar ki, hansı halda keçirilmir. 3 variant, 3 variant. Belə 120 gündən yuxarı idi. 125, 121, 130 bir variant var idi ki, 83 məsələsi. Yəni burada 83 120-dən az məsələdir və cavab o idi. Və Milli Məclisin 80 salat təsdiq olunduqda o səlahiyyətdir. Keçən Milli Məclisin sessiyalarına, Milli Məclisin hər il 2 növbəti, sözün mütləq yazın, yaz və payız sessiyalarına yığılırlar. Milli Məclisin 83 deputatının səlahiyyəti təsdiq edildikdən sonra ilk iclas həmin gündən başlayaraq bir həftədən gec ona çağırılır. Deməli, 83 təsdiq olunmalı. Təsdiq olunduqdan ilk iclas bir həftədən gec ona çağırılır. Bir ay düşmüşdü, ehtiyatlı olun. Və Milli Məclis seçkilərdən sonra hansı tarixədək? Mart ayının 10-nadək 80 saat təsdiq edilməzsə, ilk iclasın keçirmə vaxtını kim müəyyən edir? Konstitusiya Məhkəməsi müəyyən edirdi. Bundan başqa Milli Məclisin növbədənkənar sessiyaları vardı. Növbədənkənar sessiyanı çağıran kimdir? Çağıran, var tələb edən. Çağıran Milli Məclisin sədridir. Bəs kimin tələbi əsasında olacaqdır? Prezidentin və ya bu iki deputatın. Bax, burada ikisində də tələb məsələsi var. Və Milli Məclisin növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirəcəkdir. Kim çağırıbsa, onlar da müəyyənləşdirəcəkdir. Və gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiya öz işini bitirirdi. Milli Məclisin sessiyanın iclasları açıq keçirilir. Yoxsa düşmüşdü açıq və qapalı. Xeyr, açıq keçirilir, qapalı isə keçirilə bilər. Hansısa da qapalı keçirilə bilər. İki halda. 83 deputatın tələbi ilə və prezidentin təklifi ilə. Bax, gördünüzmü ki, növbədənkənarda hər ikisində tələb məsələsi var idi. Görürsünüzmü? Amma burada isə Milli Məclisin 83-ü tələbdir, prezident isə təklif edə bilər. Milli Məclisin deputatları hansı halda mandatdan məhrum edilirdi? Seçkilər zamanı seçkinin hesablanmadığı aşkar edildikdə, Azərbaycan vətəndaşının çıxdıqda və ya başqa dövlət orqanı vətəndaşını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanunvermiş hökmü olduqda, dövlət orqanında vəzifə tutduqda, din xadimi olduqda, daha sonra sahibkarlıq, kommersiya və başqa ödəniş fəaliyyətlə məşğul olduqda, amma elmi pedaqoji vəzifə istisna olmaqla özü imtina etdə yazıb ki, Konstitusiyanın 93-cü maddə 3-cü hissəsinin tələblərini pozduqdur. Yazıda saxlayın ki, belə maddə olduğu kimi düşmür. Maddənin özü lazımdır və gedirik 93-cü maddənin 3-cü bəndinə. Baxın yoldaşlar, 93-cü maddə 3-cü bənd. Milli Məclisin deputatları səs vermək üçün şəxsən öz həyata keçirməlidir. Demək, şəxsən öz həyata keçirməzsə, mandatı məhrum edilir. Bir də ki, deputat üçün qanunla müəyyən qaydada etik davranışlarını pozduqda yox, kobud sürətlə pozduqda mandatı məhrum edilir. Və Milli Məclisin deputatlığının məhrum etmə haqqında qərar qanunla müəyyən ediləcəkdir. Keçən Milli Məclisin deputatlarının toxunulmazlığına. Səlahiyyət müddəti ərzində Milli Məclisin deputatının şəxsi toxunulmazdır və Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başına yaxalanma hallarından başqa cinayət məhkəməsinə cəlb edilə bilməz, tutula bilməz və onun barəsində məhkəmə qaydasında inzibati tənbih tədbir edilə bilməz. Axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Və Milli Məclisin deputatı cinayət başına yaxalanarsa tutula bilər. Belə olduqda tutan orqan bu barədə dərhal baş prokurora xəbər verməlidir. Və Milli Məclisin deputatının toxunulmazına yalnız baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarına xitam verilə bilər. Keçən ki, Milli Məclisin deputatların məsuliyyətə cəlb olunması. Milli Məclisin deputatları Milli Məclisdəki fəaliyyətinə, səs verməyə və söylədiyi fikrə görə məsuliyyət cəlb edə bilməz. Və razılığı olmadan Milli Məclisin bu hallarla əlaqədar nələr tələb edilə bilməz? İzahat və ifadə tələb edilə bilməz. Milli Məclisin işinin təşkili nələrə aiddir? Milli Məclis öz iqtidarı müəyyən edir, müvafiq orqanlarını yaradır, sədrini və müavinlərini seçir, həmçinin komitə və komissiyalar təşkil edir. Bir də Hezaman Palatasını yaradır. Belə bir sual düşmüşdür. Milli Məclisin işinin təşkilində davam
Baxın yoldaşlar, indi qalmışdı bu Milli Məclisin işin təşkilində. Milli Məclisin işin təşkilinə dedik, nələr aiddir? Öz iş qaydası müəyyəndir, müvafiq orqanlarını yaradır, sədrini və müavinlərini seçir, komitə və komissiya təşkil edir, nizam palatası yaradır. İmtahanları belə düşmüş ki, Milli Məclisin işinin təşkilində Milli Məclis nələrini yaradır? Milli Məclis müvafiq orqanlarını yaradır. Bir də hesab palatasını yaradacaq. Bunu mütləq bilmək lazımdır. Amma təşkil edəcək komitə və komissiyalar təşkil edəcəkdir. Sonra Milli Məclisin aktları, nələrdir aktlar? Konstitusiya qanunları, qanunlar və qərarlardır. Və Milli Məclis öz səlahiyyətlərinə aid məsələlərdə qəbul edir. Və Milli Məclisin konstitusiya qanunları, qanunlar və qərarlar konstitusiya yazılmış qaydada qəbul olunur. Milli Məclis deputatı səs vermək onu şəxsən öz əylə keçirir. Bayaqlar demişdim, şəxsən öz əylə keçirməzsə mandatdan məhrum olur. Milli Məclisin qanunlarında və qərarlarında hansı hakimiyyət orqanı icra məhkəmə hakimiyyət orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Keçirik yoldaşlar, bu 94-cü maddə Milli Məclisin müəyyən etdiyi ümumi qayda və 95-ci maddə Milli Məclis həll etdiyi məsələ. Bununla bağlı bir video paylaşmışam. Yəni bura kimi izaha gəlirik. 94-95-ci maddə mütləq baxmaq lazımdır. Elə olar ki, elə bir imtahan yoxdur ki, buradan sual düşməsin. Düşməlidir, yox. Amma indiyənə bütün imtahanlara buradan sual düşübdür. Bunu o videoya baxırsınız, çox rahatlıqla öyrənirsiniz. Yəni yazırsınız, Samirdən Milli Məclis ümumi qayda həll etdiyi məsələ o qarşınıza çıxacaq. Ona baxırsınız və orada bir-bir göstərmişəm ki, ümumi qaydanı həll etdiyi məsələdən hansı yönə fərqləndirə bilərik, hansı halda qanundur, hansı halda qərardır, səs çoxu bunlar hamısı öz əksini tapıbdır. Keçək 96-cı maddə, eləcə də qanunverici təşəbbüsü ilə bağlı da video var. Yazırsınız Milli Məclisin konstitusiya, Samir Dəmirov, orada qanunverici təşəbbüsü məsələsi var. Onu da bir-bir röhbədə göstərə-göstərə ki, səs vermə nə qədərdir, necədir və buna vaxt ayırmırıq. Və keçirik nəyə burada? Milli Məclisin deputatlarının buraxılması və prezident Milli Məclisin deputatlarını yoldaşlar buraxır. Düşmüşdür, buraxa bilər. Xeyr, buraxır. Niyə? Eyni çağırışı bir il ərzində 2 dəfə Nazirlər Kabinetinə etiması göstərdikdə, Lorda deyəcək ki, Nazirlər Kabineti yaradan prezidentdir. Ona etimad göstərən Milli Məclisdir. Əgər Milli Məclis eyni çağırışı bir il ərzində 2 dəfə etiması göstərər, prezident buraxır. İkinci hal hansı haldır? Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyət üçün nəzərdə tutulmuş zəruri olan sayda üzvlüyü namizədləri prezident tərəfindən 2 dəfə təqdim olunduqdan sonra qanun məcbur müddət ərzində vəsait təyin etməkdə buraxır. Üçüncü hal hansı 94-95-ci maddə bayaqlar qeyd elədim. Baxın, bu Milli Məclisin ümumi qaydası, Milli Məclisin həll etdiyi məsələləri. Daha sonra isə qeyd edir ki, 96-cı maddənin 2-3-5, yəni 2-3-5 cümləsi, 96-cı maddə nədən bəhs edir? Bunlar səs verməyə, necə səs verməyə qoyulur, müddət nə qədər səs verməyə qoyulur, onlardır. Həmin göstərilən vəzifələr aradan qaldıra bilməyən səbəblər üzərindən icra etməkdə prezident Milli Məclisin deputatını buraxır. Bir daha qeyd edəcəm hansısa da buraxırdı. Prezident Milli Məclisi buraxır. Niyə? Birinci hal, eyni çağırışı bir il ərzində kimə? Nazirlər Kabinetinə 2 dəfə etimassızlıq göstərdikdə, sonra kollegiya var. Tərkibində daxil Konstitusiya Məhkəməsindən, Ali Məhkəməsindən, Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan üzvü namizədi prezident tərəfindən 2 dəfə təqdim olunduqdan sonra qanun müddət ərzində təyin etmədikdə, sonra bayaqlar dediyim 94-95-ci ümumi qayda həll etdiyi məsələ. Sonra bunları göstərilən vəzifələrdə qaldıra bilməyən səbəblər üzərindən icra etməkdə Milli Məclis buraxır. Və növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının saat müddəti 5 ildən az ola bilər. İcra hakimiyyətinə keçək. İcra hakimiyyəti mənsubdur Azərbaycan Respublikasının prezidentinə. Prezidentliyə namizədlərə aid tələblər 10 ildən artıq daimi yaşayan, əgər 10 ildən artıq yaşayan görsə səhvdir, daimi yaşayan, seçkilərdə iştirak etməyə buna malik olan, cinayətə yox ağır cinayətə görə məhkum olmayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, ali təhsili, 2 vətəndaşı olmayan şəxslər prezident seçilə bilərlər. Prezident seçkinin əsasları. Prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermək olar 7 milyon seçilir. Və Azərbaycan Respublikasının prezidenti növbədənkənar prezident seçkini elan edə bilərdi. Prezident səs vermədə iştirak edənlərin
yarısından çoxunun səsini toplamalıdır. Yarısını yox, yarısından çoxunun səsini toplamalıdır. Əgər səsvermənin birinci dövrəsi toplamırsa, səsvermə günündən sonra ikinci bazar günü ikinci dövrəsi keçiriləcəkdir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd və ya da ən çox səs toplamış və öz namizədini geri götürmüş namizəddən sonra gələn iki namizəd iştirak edəcəkdir. Səsvermənin ikinci dövrəsində səs çoxu toplayan namizəd prezident seçilmiş sayılır. Baxın, prezident seçkiləri milli məclis seçkiləri kimi eyni qayda uzadılır. Burada da müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkən kimi mümkün etmədikdə hərbi əməliyyatdan sonra uzadılırdı. Və burada da qərar seçkinin, referendumun keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Və yazıb ki, bu maddənin tətbiq qaydası qanunla müəyyən. Baxın, qanunla müəyyən. Amma maddənin tətbiqi düşməyəcək. Düşəcək ki, Azərbaycan Respublikası prezident seçkən əsasların maddəsinin tətbiq qaydası nə ilə müəyyən edilir? Qanunla müəyyən ediləcəkdir. Sonra Azərbaycan Respublikasının prezident seçkən yekunları haqqında məlumat səsvermə günündən sonra 14 gün ərzində, 14 gündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edirdi. Bu prezident seçilmiş şəxs prezident seçkən yekunları haqqında məlumatın elan olunduğu gündən nə qədər mi? 3 gün ərzində, 3 gündən sonra yox, 3 gün ərzində Konstitusiya Məhkəməsi yox, Konstitusiya Məhkəmənin hakimlərinin iştirakı da and içir və and içmənin sözünü bilmək lazımdır ki, prezident səlahiyyətlərini həyata keçirirkən Konstitusiyaya əməl edəcəyimə, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqət xidmətinə and içirəm. Nə zaman vəsənin icrası başlayır? And içdiyi gündən vəsənin icrası başlayır. Düşmüşdü and içdiyi andan, xeyr, and içdiyi gündən. Daha sonra birinci vitse-prezident. Vitse-prezidentləri kim vəzifəyə təyindir? Prezident vəzifəyə təyindir və prezidentlə vəzifə alıb edəcəkdir. Bunlara aid tələblər seçkilərdə iştirak etmə hüququna malik olan, ali təhsili və başqa dövlət qarşısında öhdəliyi olmayanlar Azərbaycan vətəndaşı təyin edilər. Baxın, burada tələb nə idi? Tələb o idi ki, 1. Seçkilərdə iştirak etmə hüququna malik olan. 2. Ali təhsil. 3. Başqa dövlət qarşısında öhdəliyi olan. 4. Azərbaycan vətəndaşı. Bundan başqa nə görsəniz səhvdir. Deməli, imtahanların belə çıxmış ki, ağır cinayətə görə məhkum olunmaq səhvdir. Yoxdursa demək ola bilər. Prezident öz sahiblərini daimi icra edə bilməməsi. Prezident hansı hallarda vaxtından əvvəl vəzifədən getmiş sayılır? İstefa verdikdə, səhhətinə görə öz sahibləri icra etmə qabiliyyətini tamam etirdikdə və qanunsuz ölmüş hallarda və qaydada. Prezident istefa verdikdə onun istefası hara təqdim olunacaq? Konstitusiya məhkəməsinə təqdim olunur. Və Konstitusiya Məhkəməsi istefa ərizəsinin prezidentin özünün verdiyinə əmin olduğu təqdirdə prezident istefası qəbul olması haqqında qərar qəbul edir və həmin andan da prezident istefa verdiyinə görə vəzifədən getmiş sayılır. Prezident səhhətinə görə öz sahiblərini icra etmə qabiliyyətini necə itirməlidir ki? Tamamilə, çünki qismən. Tamamilə itirdiyi barədə məlumat verdikdə Milli Məclis bu faktın aydınlaşması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəkdir. Və Konstitusiya Məhkəməsi də bu qərarı hakimlərin 6 səs çoxluğu qəbul edəcəkdir. Və Konstitusiya Məhkəməsi də bu faktı təsdiq etməlidir. Əgər Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bundan bitmiş sayılır. Prezident vaxtına və vəzifədən getdikdə onun sahiblərinin icrası. Prezident vaxtına və vəzifədən getdikdə nə olurdu? İlk öncə 60 gün ərzində növbədənkənar prezident sessiyaları keçirildi. Bu halda yeni prezident sessiyasında prezident sahiblərini kim icra edəcəkdir? Birinci vitse-prezident icra edəcəkdir. Və prezident sahiblərini icra edən birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz sahiblərini icra etmə qabiliyyətini tamam etirdikdə, prezidentin müəyyən etdiyi arzıq, düşmüşdür seçdiyi, xeyr, müəyyən etdiyi arzıqla vitse-prezident birinci vitse-prezident statusunu almış olur və prezident səlahiyyətlərini icra edəcəkdir. Boş gördüm. Prezident səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa etməsi mümkün olmadıqda və prezident səlahiyyətlərini istefa edirəm, prezident səlahiyyətlərini icra etməsi mümkün olmadıqda prezident səlahiyyətlərini kim icra edəcəkdir? Baş nazir. Və həmin səbəblərə görə baş nazirin icra etməsi mümkün olmadıqda prezident səlahiyyətinin Milli Məclisin sədri olacaqdır. Yenə həmin səbəblərə görə prezident səlahiyyətlərinin Milli Məclis sədri icra etmək mümkün olmadıqda kim icra edəcəkdir? Milli Məclis prezident səlahiyyətinin başqa və şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. Yoldaşlar, prezident toxunulmaz hüququna malikdir. Prezident şərəf və ləyaqəti qanunla qorunur. Vitse-prezident toxunulmaza gəzək. Səlahiyyət müddəti ərzində vitse-prezident şəxsi toxunulmazdır. Vitse-prezident cinayət başına yaxalma hallarından başqa tutula bilməz, cinayət başına cəlb edə bilməz və onun barəsində
məhkəmə qaydasında inzibati təmin tətbiq edə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edə bilməz. Və vitse-prezident cinayət başına yaxınlarsa tutula bilər. Belə olduqda onu tutan orqan dərhal baş prokurora xəbər verməlidir. Vitse-prezident toxunulmazlığı yalnız baş prokurorun təqdimatı əsasında prezident xitam verə bilər. Prezidentin vəsənin kənarlaşdırılması. Prezidentin vəsənin kənarlaşdırılması təşəbbüsü prezident ağır cinayət törətdi olurdu. Yəni bir də düşmüşdü cinayət törətdikdə. Bir də düşmüşdü az ağır. Xeyr. Ağır cinayət törətdi olacaqdır. Bu zaman Konstitusiya Məhkəmənin təşəbbüsü ilə hardan rəy alınacaq? Ali məhkəmədən. Nə qədər müddət ərzində? 30 gün ərzində. Və 30 gün ərzində verilən rəyi kim qarşısında irəli sürə bilər? Milli Məclis qarşısında irəli sürə bilər. İndi keçirik Milli Məclisə. Və Milli Məclisin deputatların 95 səs çoxluğu qərar əsasında prezident vəzifəsindən kənarlaşdırıla bilər. Sonra gedir bu qərarı kim imzalamalıdır? Konstitusiya Məhkəməsi sədri imzalamalıdır. Və Konstitusiya Məhkəməsi həmin qərarın imzalamasına bir həftə ərzində tərəfdar çıxmalıdır. Tərəfdar çıxmazsa qərar qüvvəyə minmir. Və prezidentin vəzifədən kənarlaşması haqqında qərar Konstitusiya Məhkəməsinin Milli Məclisə müraciəti gündən 2 ay ərzində qəbul edilməlidir. Və bu müddətdə göstərilən qərar qəbul edilməzsə, prezidentə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. Yoxsa nə etmişlər burada? Amma bir həftə ərzində düşmüşdü ki, bir həftə tərəfdar çıxması nə olacaq? Yazmışlar ki, tam rədd edilmiş sayılır. Yəni, bununla bunun yerini dəyişmişlər. Necə yadda saxlayaq? Məsələn, 2 ay ərzində qəbul edilməlidir. 2 ay ərzində qəbul edilməzsə, tam rədd edilmiş sayılır. Bax, məsələn, D hərfində rədd sözünün 2 dənə D var. Bu da 2 ay. 2 belə yadda saxlamaq olar. Həftə 5 hərfdir. Qərar da 5 hərfdir. Məncə bu da belə yadda saxlana bilər. Prezident və onun ailəsi dövlət hesabına təmin olunacaqdır. Prezident və onun ailəsinin təhlükəsində xüsusi mühafizə xidmətləri təmin edilir və əvvəllər Azərbaycan hökuməti seçilmiş prezidentin təminat qaydaları da nə eləməlidir? Konstitusiya qanunları eləməlidir. Birinci vitse-prezident onun ailəsi dövlət hesabına təmin olunacaqdır. Təhlükəsizlik xüsusi mühafizə xidmətləri təmin edilir. Prezident səlahiyyətlərinə nələr aiddir? Bunun biz 109-cu maddəni dedim də sizə göndərdiyim videodan bir dənə yenə baxacaqsınız. Amma burada xüsusi olaraq məsələ deyirəm ki, yadda saxlayın ki, yoldaşlar, təsdiqdə Azərbaycanda 2 nəfər var. Ya prezident təsdiq edir, ya Milli Məclis təsdiq edir. Necə bilərəm? Məsələn, iqtisadi proqramları, sosial proqramı təsdiq edən prezidentdir. Hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edən Milli Məclisdir. Dövlət iqtisadi, sosial proqram P, prezident P. Hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edən kim olacaqdır? Milli Məclis. Sonra Milli Məclis seçkiləri təyin edir. Təşkil yox, təşkil üçündür. Təyin edən prezident. Sonra qalan məsələlər bayaqki o 95-ci maddənin videosunda təkrarlandığına görə deməyəcəm. Nazirlər Kabinetinə bağlı işin 90%-ni prezident görür. Sadəcə nazirlikdə etimad edən Milli Məclis. Qalan hallarda isə biz prezidenti biləcəyik. Sonra Mərkəzi Bankın idarə heyəti üzvləri sırasından sədri vəzifəyə təyin edəcəkdir. Silahlı Qüvvələrin Ali Komanda Heyətinin vəzifəyə təyin vəzifəsindən azad edəcəkdir. Prezident administrasiyasını təşkil edir və onun rəhbərini təyin edəcəkdir. Milli Məclisə bağlı məsələlər demirəm. Baxın, bunu qeyd edir. Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatın təhsil edilməsi haqqında Milli Məclisə təqdimat verir. Amma xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatın təyin edir və geri çağıracaqdır. Xarici dövlətlərin diplomat nümayəndənin etimadnamə və övdətnamələrini qəbul edir. Xüsusi dəvətnamələrdir. Referendum təyin edir, qanunları imzalayır və dərc edir. Vətəndaşı məsələ həll edir. Siyasi sınada verməsi həll edir. Əfv edir, dövlət təltifi təltif edir. Ali hərbi, ali xüsusi rütbələr verir. Ümumi və qismən səfərbərlik elan edir. Səfərbərlik çağırılanda tərəxis edəcəkdir. Təhlükəsizlik Şurasını yaradır. Fövqəladə və hərbi vəziyyət elan edir. Və bir də ki, Konstitusiyaya əsasən Milli Məclis məhkəmə orqanlarının səlahiyyətləri aydınlığın digər məsələ icra qəsəmləyəcəkdir. Qanunların imzalanması məsələ gedir ki, prezident ona təqdim olunmuş qanunlara 56 gün ərzində imzalanmalıdır. O imzalanmırsa, etirazını doğurarsa, qanunları imzalamayıb, etirazla birlikdə 56 gün ərzində bunu Milli Məclisə qaytara bilər. Çünki yazıb göstərilmir. Bu da 56 gün ərzində. Və Milli Məclisdə 83 səs çoxluğunun qanunlar, ikinci dəfə səs veriləcək, 95-dən 63-dən gəlmiş qanunlar 83 səs çoxluğunu yenidən qəbul edərsə, belə qanunlar təkrar seçilmədən sonra qüvvəyə minir. Unutmayın ki, konstitusiya qanunları prezident imzalanmazsa qüvvəyə minməyəcəkdir. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri imzalamaq üçün prezident kimlərə verə bilər, verir yox. Vitse-prezidentə, Nazirlər Kabineti üzvlərinə, prezidentin müəyyən etdiyi digər şəxslər, düşmüşdə vəzifəli şəxslər. Baxın, şəxslər.
Hərbi vəziyyətin elan edilməsi, fövqəladə və tətbiq edilməsi. Hər biri prezident aktı olan fərmandır. Gördünüzmü? Fərmandır. Sərəncam düşmüşdür. Və bu fərmanı 24 saatda Milli Məclisin təsdiq göndərəcəkdir. Hansı halda hərbi vəziyyət elan edilir? Hansı fövqəladə? Məntiqlə tapacağız. Bax, təbiət fəlakət, epidemiologiya, epizodiyalar, ekologiya. Amma fövqəladə içində elə bir məsələlər var, hərbiyə çox uyğun gəlir, amma hərbi deyil. Ərazi bütövlüyünün pozulması, dövlətə qarşı qiyam, dövlət çevrilişi olarsa bu fövqəladədir. Prezident aktları. Ümumi qayda ilə bağlı prezident fərman, başqa məsələ bağlı sərəncamdır. Fərman və sərəncam başqa qayda üzrə tutulmuşsa, dərc edilginin qüvvəsinə. Prezident icra sahəsində həyata keçməsi təşkil məqsədilə Nazirlər Kabineti yaradır. Nazirlər Prezidentin yuxarı icra orqanıdır. Prezidentə tabedir, onun qarşısında cavabdehdir. Nazirlər Kabineti iş qaydasını prezident müəyyən edəcək. Nazirlər Kabineti tərkibində kimlər daxildir? Nazirlər Kabineti tərkibində daxildir baş nazir, baş nazirin müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri. Baş nazirin müavini daxildir. Başqa müavinlər daxil deyil. Bir də mərkəzi icra hakimiyyəti orqanı var, yerli icra hakimiyyəti orqanı var. Nazirliklər, komitələr və komissiyalar. Bunlar mərkəzi icra hakimiyyəti orqanı. Rayon şəhər isə yerli icra hakimiyyəti orqanı. Nazirlər Kabineti istefa verəcək. Nə zaman? Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti prezidentə qarşı istefa verəcəkdir. Nazirlər Kabineti iclaslarına bir qayda baş nazir sədr edir. Amma zəruri hallarda prezident sədr edəcəkdir. Baş nazir necə vəzifəyə təyin olunur? Milli Məclisin razılığı ilə prezident təyin edəcəkdir. Və baş nazir vəzifəsinə namizədlik haqqında təklifi prezident nə zaman verəcək? Prezident onun öz vəzifəsinin icrasına başladığı gündən bir ay və yaxud da nazirə istefa verdiyi gündən 2 həftədən gec olmayaraq Milli Məclis müzakirəsinə təqdim edir. Bunu necə yadda saxlayın? Bayrağın enlinin uzun nisbəti nə qədərdir? 1-in 2-yə. Burada 1 məsələsi var, 2 məsələsi var. 1 ay böyükdür, prezidentə verək. 2 həftə kiçik olduğuna görə onu verək nazirə kabinetə. Bəs ola bilərmi ki, baş nazirin Milli Məclisin razılığı olmadan prezident öz vəsaiti təyin edə bilər? Ola bilər. Hansı hallar? Baş nazir vəzifəsinə namizədi haqqında qərarı təqdim edildiyi gündən bir həftədən gec olmaq qəbul edilməlidir. Bir həftədən. Əgər göstərilən qayda pozularsa, prezident təqdim namizədliyi baş nazirin vəzifəsi təyin olunur. 3 dəfə razılıq verməsə, prezident baş nazirin Milli Məclis razılığı olmadan vəzifəyə təyin edə bilər. Nazirlər Kabineti səlahiyyətləri nələrə aiddir? Büdcə layihəsi naziri prezidentə verəcəkdir. Büdcə icrasını təmin edir. Harada təmin edir sözünü görəriksə, onu atacaq Nazirlər Kabinetinə. Həmçinin nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri və onların rəhbər edir. Və bir də prezidentin onun səlahiyyətlərinə aid digər məsələlərdir. Nazirlər Kabinetinin aktları, ümumi qayda ilə bağlı qərarlar, başqa məsələ bağlı sərəncamlar. Qərar və sərəncam başqa qayda tutulmuşsa, dərc edildiyi gündən qüvvəyə minir. Nazirlər Kabinetinin üzvlüyə namizədlərə aid tələblər. Seçkilərdə bir dənə hansı tələb edir? Eyni qayda seçkilərdə iştirak etmə hüququna malik olan, ali təhsili, başqa dövlət öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyinlər. Oldu nazir, həmin şəxslər heç bir seçkili və təyinli vəzifə tuta bilməzlər. Elmi pedaqoji fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya, digər fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşına elmi pedaqoji fəaliyyətinə görə aldığı vəsaitdən başqa vacib ola bilməzlər. Baş nazirin toxunulmazına keçək. Bu da eyni qayda vitse-prezident kimi eynidir. Səlahiyyət müddəti ərzində şəxsiyyət toxunulmazdır. Baş nazir cinayət başı yaxalanma hallarına başa tutula bilməz. Cinayət məli cəlb edilə bilməz. Onun barəsində məhkəmə qədər inzibat təmin tətbiq edilə bilməz. Axtarışa məruz qala bilməz. Şəxsi müayinə olunmaz. Baş nazir cinayət başı yaxalanır tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal baş prokurora xəbər verməlidir. Baş nazirin toxunulmazı yalnız baş prokurorun təqdimatı ilə prezident xitam verə bilər. Yerlərdə icra hakimi yerli icra başına keçirir. O icra başına prezident vəsaiti təyin edir, prezident vəsaitini azad edəcəkdir. Onun saatlarını prezident müəyyən edəcəkdir. Məhkəmə hakimiyyətinə qədər dediyim kimi izah edəcəm və ora qədər gəldik çatdıq. Növbəti səfərlər isə məhkəmədən axıra kimi izah edəcəm. Hər kəsə bir daha uğurlar, hər hansı bir suallarınız olarsa, əlaqə saxlaya bilərsiniz.